Əziz izləyicilər, 6 otaqdan ibarət nəhəng bir həyət evi çəkib təqdim edirəm. Dövlət ipotekasından yararlı evdir. 3 sotdan inşa olunub, 1-ci və 2-ci mərtəbə monolit betonlu, 6 otaqdan ibarət hər 2 mərtəbə deməli monolit betonlu. Yeni Bakı yaşayış kompleksinin arxa tərəfində yerləşir. Birbaşa Vaz dairəsinə çıxışı olan bir ərazidə qaz, su, işıq fasiləsizdir, mərkəz kanalizasiya var. Həyətyanı sahə arxa tərəfdə də saxlanılıb, təkcə öndə gördüyünüz həyətyanı sahə deyil, göz oxşayan təmirə sahibdir. Pilləkənlər kimi betonla yığılıb, üzəri taxta materialı ilə işlənib. Burada deməli belə bir qonaq otağı var. Çox böyük sahəyə malikdir. Həqiqətən də kondisioner, televizyon xətti əlavə xırda şeylər, detallar deməyə ehtiyac yoxdur. 6 otaqdan ibarətdir dəyərli dostlar. Bu mərtəbədə 2 otaq, qonaq otağı, yataq otağı, mətbəx, sanitar qovşaq. Bu boyda mətbəx olan ikinci bir ev satışda mən xatırlamıram. Hardasa 25-30 kvadrat metrli mətbəx sahəsi var. Evin arxa tərəfində həyətyanı sahə saxlanılıb. Bir sota yaxın torpaq sahəsi var. Burada əlavə məqsədlər üçün rahat şəkildə istifadə edə bilərsiniz. Masazlı qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin arxa tərəfindədir. Təkcə hamam otağının ölçüsünə fikir verin dəyərli dostlar. Nəhəng ölçüyə sahibdir. 200 kvadrat metrdən ibarətdir. Kollektor sistemi burada yığılıb, pilləkən betonla yığılıb, üzəri taxta ilə işlənib. Gəlin yuxarı mərtəbə ilə də sizləri tanış edeyim. Bu ərazi Yeni Bakı yaşayış kompleksinin arxa tərəfidir. Kompleksə yaxın bir ərazidir və kompleks daxilində bütün növ ictimai yaşayış obyektləri, məktəblər, bağçalar mövcuddur. Rus bölməli, Azərbaycan bölməli məktəblər hər biri piyada məsafədədir. Buradan eyvan sahəsinin var. Buranı göstərim. Tam yaşayışlı bir ərazidir dəyərli dostlar. Bütün kommunallar mövcuddur və daimidir. Kanalizasiya var. 12-13 metr enliyində bir məhəllənin kənarında yerləşir. Birbaşa Vaz dairəsinə çıxışı olan çox rahat bir ərazidə masajdan daxilinə keçid almadan bu ərazidən istifadə edə bilirsiniz. Satışda hər büdcəyə uyğun evlərimiz var. Otaqların ölçüsünə fikir verin. Bu da kompleksin özü. Kompleks daxilində qeyd etdiyim ki, bütün növ ictimai yaşayış obyektləri yerləşməkdədir. Həmçinin digər sözcədən lazımi zəruri obyektlər. Burası 2-ci mərtəbənin sanitar qovşağı. 1 və 2-ci mərtəbə monolit beton tikinti zamanı yalnız kubikdən istifadə olunub. Cüt kubik təkdir var, söhbəti yoxdur. Buradan dama çıxış qoyulub. Qiymət 178.000 manatda alıcılarla qiymətdə danışıb razılaşmaq mümkündür. Əlaqə saxlamağı unutmayın dəyərli dostlar. Satışda hər bir cür evlərimiz var. Sağ olun, hələlik.